Devam edirik dostlar. Aygün ve İmamverdi aktarılır. Bugün səhər Sabirabaddaydım. Yeni məqamlar çıxdı İmamverdinin itkisiyle bağlı. Mən açıq deyim sizə, yəni bu elə belə məsələ deyil ay Süleyman. Mən sənə deyim ki, bu insanın əlləri kəsilib. Əgər sən dünən dediyin sözə qayıdıram. Dedin ki, bəziləri borcunu ala bilməyəndə mənim atamın qapısına gəlirdilər, o məsələləri mənim atam həll eləyirdi. Düzdür mü? Mikrofon? Bəli. Düzdür. Bu adamın əlləri kəsilib. Adam 5 il imiş rayona dönmüşmüş. Düzdür mü? Evet. İkinci süreti izləyəcəyik. Mənim bildiyim budur ki, İbrahimov İmamverdi Şahbaz oğlunun yoxa çıxmasında noyabr ayındakı bıçaqlanmanın izləri var. Çünkü şahitlerden birinin sözünü eşiderek mən bu qənaətə gəldim. Ve balaca bir Sabirabadda, çok da büyük değil, hamı birbirini tanıyır, düzdür? Bəli, bəli. Xəstəxanayla evinizin arası 2 kilometre yaxındır, düzdür mü? İyi olar. Evet. Xərtə gəlsin də Şahin, xərtəni verin. Biz onun bir kiçik xərtə də hazırladıq. Hadisə ərazisini baxın. Buyurun. Əməkdaşlarımız hazırlayıbdılar. İmamverdi'nin evidir. Qonşunun evidir. Və bıçaqlandığı ərazidir. İndi şərh edəcəm. Və o bıçaqlandığı ərazi, yəni evi ilə bıçaqlandığı ərazi hardasa 1 kilometr olar da. 1 kilometrdən bəlkə də biraz çoxdur. İyi olur. Hə, 1 kilometrdən Olmaz belki de. bəlkə də olmaz, amma yəni amma qonşu ilə onun bıçaqlandığı ərazi ki var, o boyda qan itirən adamın sürünərək həmən evə gəlməsi möcüzə idi. Şahidlərdən biri danışacaq. Ancaq mən sponsorlarımıza xüsusi təşəkkür etməliyəm. Aygünlə bağlı xəbər gəldi. Həsənov Aygün Fəxrəddin qızı 27 sentyabr Binədə ilk gün düşüb tamaşaçılar xoş gördük. Anonim istəyir. Səsinizi efirə verə bilərəm. Alo. Akşamınız xeyir. Buyurun. Aha. Aha. Ay Allah, ne danışırsın? Dəqiq bu Aygün idi. Siz indi bizim bircə saniyə, bir dəqiqə, mən bu səsi efirə vermədim. Siz zəhmət olmasa bizim əməkdaşlarımızla Təcil Fərhadla əlaqə saxlayın. Bəli, çox təşəkkür edirəm xanım. Sizə minnətdaram, sonsuz təşəkkür edirəm. Bir saniyə Fərhada təcili araşdırsın. Həsənov Aygün Fəxrəddin qızı ilə həqiqətən də dəhşətli bir xəbərdir bu. Əgər odursa, inşallah. Amma İmamverdiyə dönürəm məsələni. Ay. Necə eləyim mən? Sizə atanızla bağlı xəbərim var, bilirsiniz. 32 ildən sonra. Göz yaşları sel olacaq. Göz yaşları sel olacaq, aynen.
Ama sana bir şey diyeyim mi? Nedense bütün bacılardan daha çok səmimi səni mən. Elə bil ki, sən içdən daha çox onu axtarıb tapmaq istəyirsən. Bəli, istəyirəm. Halı hər nə olur olsun, yetər ki sağ olsun. Mən onu qəbul eləyirəm. Aynur, əgər mən səni desəm ki, Aynur, bugün onun sizə ihtiyacı var. O bir əlil arabasında Qəbul eləyirəm. O mənim atamdır. sənə heç kömək etməyən, sənə baxmayan, 3 yaşında səni buraxıb gedən kişiyə ata deyirsən. Mən onu qəbul eləyirəm. O mənim atamdır. Bir övlad kimi, düzdür, bir valideyn kimi o bizim yanımızda olmaya bilər. Amma mən bir ata kimi... Amma anan üzülməyəcək. O ananı görürsən, o Xuraman ananı. Zəhmətlə oğul böyüdü, fəryad edir qızım. Ana üzülməyəcəkmi? Gedirlər, gəzirlər, tozurlar, yoğurmadıq, yapmadıq, hazırca kökə tapdıq. Sonra da gəlirlər, bax bu gözəl, tərbiyəli, əxlaqlı, abırlı, həyalı qızlarımız, analarımız onların qulluğunda dayanır. Çünki bunlar xalqa nümunədir. Oturuşu, duruşu, isməti hamısı üstündədir. Amma adam var ki, burada 100 oyundan çıxır. Aynur, Bəli, Aynur. bəli. O xəbəri vermədən, o biri bacın istəmir onsuz da. Siz ikiniz istəyirsiniz və bizə ilk müraciət edən də bu bacın idi. Sizdən üzr istəyirəm. Öncə sizdən üzr. Çünki siz çox ləyaqətli qızlarsınız. Çox abırlı, həyalı, əsil. Simanızda o Azərbaycan qadınına xas abır, həya, ismət. Ona görə sizdən üzr istəyəcəm mən. İndi icazə ver, verəcəm xəbər, narahat olun. İmamverdi kişinin məsələsinə dönək. Süleyman, bu məsələ məni çox düşündürür, Süleyman. Mən bu dəqiqə Hüseynin bütün məsələlərini qoymuşam. Ailənin həyat yoldaşı mənə zəng eləmişdi, qaynatası, onların hamısını kənara qoymuşam. Niyə? Çünki həqiqətən bu İmamverdi məsələsi məni narahat edir. Ailədə Ayelçi müəllim heç kəs bu kişidən soruşmur və heç kəs bilmir kişini əsəbləşirəm. Üzr istəyirəm, səs tonum qalxır enir. Çünki mənim atamı kimsə bıçaqlayıb və mən sakit şəkildə atam mənə demir deyə mən atamdan öyrənmirəm. Elə bir şey ola bilərmi? Sizə sual verirəm. Olmur. Oğul heç olmaz Süleyman. Demirəm, sən niyə, sənə də deməyibdi. Bəlkə aradakı o pərdə, bəlkə də ata yanındakı sənin o sakitliyin. Amma əmi var idi. Süleyman ata ilə arasında pərdə var, yaxınlaşa bilmir. Bacısı pərdə var, yaxınlaşa bilmir. Bu kişinin qardaşı var, bacısı var. Bunlar uşaqdılar. Bunlar ata ilə pərdəni götürmürlər. Hardasın, sənin qardaşını bu qədər müddətdə başına bu müsibətləri açıblar. Sabirabadda o qanı kəsə bilməyiblər, Bakıya gətiriblər. Günlərlə xəstəxanada yatır və heç kəs maraqlanmır. İzləyin ikinci süreti. İkinci bir məqamı da aydınlaşdırırıq ki, demə İmamverdi kişi 6 il öncəyə qədər Bakıda yaşayıbdı. Sadəcə işləyirmiş, ailəsinə pul göndərirmiş. 6 il əvvəl isə bax gördüyünüz bu evə, yəni bu ev də atana məxsusdur da, bu evə gəlibdi. Bəli, bu ev. Yaxşı, bəs Bakıdan niyə çıxıb gəldi? Şəkər olmağına görə idarə, yəni şirkət çıxartdı da, düz işləyə bilmir. Xəstəliyinə görə artıq məcbur oldu, gəldi bura. Ananız nə vaxt rəhmətə gedib? 2008 il düz. 8 il bundan öncə ananız rəhmətə gedib. O da Bakıda yaşayır. Yo, burada. Yəni ana da buradaydı. Mən burada yaşayırdım, atam Bakıda yaşayırdı. Arada yanı gedirdik də Bakıya da. Gedib bir ay, 2 ay qalıb çıxıb gəlirdik. Yaxşı, ola bilərmi ki, onun Bakıda ikinci bir ailəsi olsun? Yəni bu mümkündürmü? Atamdır, mən nə bilim elə bir şey. Yəni, olsa da mənə deməyib. Yəni ananız ən azı bunu hiss elətdirərdi. Yəni elə bir şey olsaydı anam bilərdi. Neçə yaşınız var idi ki, atan artıq Bakıda işləyəndə? Sənin neçə yaşın var idi? Mən hardasa nə bilim
18-19 belə bir. İndi neçə yaşınız? İndi 34. Çox maraqlıdır. Deməli bu insanın Bakıda görüşdüyü mütləq bərabər olduğu birisi də olubdur. Yatdığı otaqda bura olubdur. Yatdığı otaq ora olub, yəni bıçaqlanandan sonra, ondan sonra burada. Necə yəni bıçaqlanana qədər burada yatırdı? Elə otağı var burada. Hə. Sonra bıçaqlanandan sonra getdim bura yaxşı. Yəni yay qış burada qalırdı. İsti, yəni kondisionerə yada görə burada qoydum ki, rahat olsun. Yeri də var buradır. Yəni anca yatırdı, dururdu, düşürdü həyətə, o da istol qapının ağzında istol var. Otururdu orada, onca qayıdıb gəlirdi evə. Yaxşı, bu itən vaxtı evi axtardınızmı? Bəlkə evə bir kağız qoyub, bir yazılı nəsə qoyub, bəlkə o Hamısına baxmış. Polislərimiz də gəlirdi, o çalayaqda hamısına girib gəziblər ki, beşə nəsə olar da. Girib gəziblər. O tez-tezdə komaya düşürdü. Yəni özün o kəsiləndən sonra. Pis komaya. Bir dəfə Bakıda düşüb həmən komaya. Gücrənmir ayrıldılar. Bir də Sabirabadda xəstəxanada gücrənmir ayrıldılar. bəlkə ola bilər ki, bu hardasa belə bir xəstəxanadan çıxandan sonra yolda, izdə belə bir vəziyyətə düşübdü. Ola bilərmi? Həmən itən günü biz uşaqları ilə düşüb gəzmişik xəstəxanadan düz Qurqaz. O xəstəxanadan bura piyada gəlməli idi. Yox, marşrut. Yəni xəstəxana ilə sizin aranızdakı məsafə nə qədərdir? Hardasa bir kilometr, 2 kilometr. Ola bilərdimi ki, o piyada gəlsin o yola? Yeriyənmir o qədər. Yəni yalandan yeriyirdi. Ancaq marşrutla ya taksi ilə. Həmən günkü getmiş də hansı şikayətlə xəstəxana? İynə almağa getmişdi, şəkər iynəsi. Siz getdinizmi? Xəstəxanadan soruşdularmı ki, bu kişiyə iynə veriblər? Kamerada görükürdü hamısı. Alıbdı da yəni. Hə, alıb çıxıb çölə. İmamverdi kişi bıçaqlanana qədər gördüyünüz bax bu otaqda yatırmış. Bıçaqlanandan sonra onu oğlu içəri alıbdı rahat olması üçün, amma bıçaqlanana qədər İmamverdi kişinin yeri budur. Çox maraqlıdır. Üçüncü bir məqam ortaya çıxır ki, bıçaqlanandan sonra bu adam tez-tez komaya düşürmüş. 1-2 kilometr məsafə var xəstəxana ilə evin arasında. Əgər yolu piyada gəlibsə, yolda belə bir şey ola bilər. Olsa da bunu görərlər, deyilmi? O piyada gəlsəydi, hər bir yer kamerada, polislərimiz də yoxlayıb. Yəni elə bir şey olsaydı bilərdi. Taksi ilə gəlsə, taksi də rayonun öz adamlarıdır, belə deyək, tanıyanlar var. Yəni gəlsə, bəlkə taksidə komaya düşüb, bəlkə taksidə... Nə bilim, valla o şey bilmirəm. Tamı tanıyır da bir-birinin rayonunda. Elə bir şey olsaydı deyərdilər. Yox, indi bir sual. Süleyman, yəni o balaca rayonda heç kəs həmən günü sənin atanı görmür. Xeyr. Allah. Xəstəxanada görürlər, başqa heç yerdə görülmür. Yox, xəstəxanada kameralar var, onsuz da polislər də dedin ki, baxıb. Bəli, bəli, bəli. Amma o xəstəxanadan çıxanda yol gəlir adam. O xəstəxanadan çıxanda ya taksiyə minir, ya marşruta minir, ya da piyada gəlir. Bunun heç birini oradakı heç kimsə görmür. Və siz yəqin ki, Sabirabadda elə o ərazidə, o küçədə hamıdan bir-bir soruşmusunuz, düzdürmü? Soruşmuşum, bəli. Nə dedilər? Görməyiblər. Görməyiblər. Yəni yer yarılıb, İmamverdi kişi yerə girib, ya da göyə çıxıb. Belə olur. Bəli. Yaxşı. Süleyman. Sən özün nə düşünürsən? Mənə maraqlı. Sən özün. Məsələn, mən ailə üzvlərimlə bağlı bir şey olanda mən onlara o qədər doğmayam ki, hiss eləyirəm də nəsə. Sən nə hiss eləyirsən atanla bağlı? Bax, öz hissiyatını mənə denə. Nə bilim, valla. Bilmirəm. Yox, bax. Əziyyət çəkir, nə bilim, nəsə bilirəm. Necə? Bilmirəm, nə bilim, nətər deyim sizə. Nə Yox, var? sən denə. Yəni, məsələn, mən atam gec gəlsə, bu hadisə mənim atamın başına gəlsəydi, mən düşünərdim, görəsən, yəni ən azı hiss eləyərdim. O həyatdadırmı, həyatda deyilmi, başına nə gəlibdir. Yəni, hiss edərdim. Allah onu hiss elətdirir. Doğmalara hiss elətdirir. Anaya hiss etdirir. Övlada hiss etdirir. O baxımdan deyirəm, sən nə hiss eləyirsən? Mən hiss edirəm ki, bəlkə də həyatda dur. Aha, həyatda deyilsə onu kim öldürə bilər? Nə bilim, valla. Bilsəm,
Yaxşı, Süleyman, hiç atanın bir düşməni var idi mı? Mən bildiyim qədər yox. Evinizdə ananın, nə bilim, bax bacının, bizim adətən rayon yerlərində də deyir, ay qızım oradan keçmə, ay oğlum buradan keçmə. Heç belə söhbətlər olurdu mu ailədə? Yox, sakitçilik, bizə yəni problem olmur. Ay Süleyman, sən vurmadın, mən də yıxılmadım. Bu necə baş verir? Bu adamın heç bir suçu yox. Bu adam kiməsə toxunmur. Bu adamın heç kəsin ədavəti yox. Yaxşı, onda bunu bıçaqlayanlar kimdir? Heç düşündün mü? Evdə yəni problem olmur. Çöldə indi olub, gəlib deməyib, bu Axı sənin atan sakit kişi oldu. İndi birazdan tamaşaçılar digər süjetləri izləyəcək. Şahidlər danışacaq. Onlara, yəni sizin özünüz, bacın da mənə dedi. Bu adam sakit adam olub. Bu sakit adamın çöldə nə işi ola bilər? Yaxşı, bu deyirəm, bəlkə belə bu bəzidə siz dediniz o pul söhbətləri, pul haqq hesablarını almaq, eləmək məsələsində. Bəlkə son dövrlərdə elə bir qrupa mı ilişib? O bilmirəm də, yəni ondan başqa heç bir iş yoxdur rayonda. Ha, nədən başqa? Həmin o sizə dediyim söhbətdən də. Yəni O o gedib qrupa- kimlərinsə borc məsələlərini falan həll eləmək Başqa, məsələsi. ondan başqa heç bir... Yəni bir insanın belə borc məsələsi kimi mən belə gedib o türklər kabadayı deyir də, hə? Onun kimi gedib hə belə borc məsələlərini, bu cür belə şeyləri həll etmək gücünə malik idimi bu özün də deyirsən. Şəkər xəstəsi, ağrıyan, xəstə bir kişi. Belə yəni gedib savaşmaqla yox, sözlə elə bil oturub başa salıb. Yəni o rayonda atanız ağsaqqal kimi mi qəbul olunurdu? İndi özünə görə hə. Yox, indi bir dəqiqədə dayan. İki şey var burada. İki halda eşidə bilərlər. Ya onun bir gücü var, əlində nə isə var, alət. Ya da bu bir el ağsaqqalıdır. Qapıya gedəndə sular dayanır. Xanımlar hamısı belə ki, gəldi ağsaqqal. Atanız onun hansından biri? Yox, elə bir yox. Belə də. Elə biri deyil. Deməli belə. İbrahimov İmamverdi Şahbazoğlu 3 martda müəmmalı şəkildə Sabirabadda yoxa çıxıb. Sən axtaramına apardığı bir araşdırmadır bu. Şahidlər danışır. Sanki yer yarılıb, İmamverdi kişi yoxdur. Amma ailədə, bunu mən deyirəm, ailədə kimsə nəysə bilir. Nə mənada, bilib pis mənada mən demirəm. Amma o kişinin son dönəmlərdə sizə dediyi o qorxu söhbəti var ha. O qorxu imkan vermir ki danışılsın. Vallahi heç nə bilmirəm. Sən bilmədiyinə əminəm. Allahdan başqa heç kimdən qorxmuram. Bilsəm mənə nailəm gəl özüm deyərəm. Sənə sualım olacaq. Qısa bir ara verək. Qısa bir ara davam edəcəyik. İmamverdi və gün axtarılır dostlar. Məlumatı olanlar 050 501 01 47-yə zəng edin.